İnsanın əsəbini korlamağına dəyməz. Heç nə dünyada əsəb korlamağa layiq heç nə yoxdur. Salamat yaşayarsan, dözümlü yaşayarsan, cəmaət əlindən əziyyət çəkməz, əsəbi olmazsan. Biz isə namazda da gərginik. O qədər dərddə doldurmuşuq bədənimizə ki, canımıza ki. Namazda bir də 5 dəqiqə fikrimizi toplaya bilmirik. Mələklər deyir ki, bu neyinir? Bunu namaz qılır belə, məsələn, bir-birinə baxırlar təəccüblə. Məsələn, filan kəs də namaz qılır, bu da. Hədislərdə var, Allah deyir, qaytarın bu namazı. O, namaz olmadı bunun namazı. Qaytarın özünə. Sözümün məqsədi bu deyil ki, Həzrət Əlinin də sözünün məqsədi bu deyil ki, mümin səhlənkarlıq eləyir. Xeyr, özünə qarşı tələbkardır. Özünə qarşı tələbkardır, amma mənasız işlərə görə qanını qaraltmır və başqalarının da qanını qaraltmır. Onunla yaşamaq asandır. Amma bunun yanında bir söz var ki, dinində bərkdir. Onu gələn həftə qismət olsa, bu onu tamamlayır çünki. Harada güzəşt eləyir, harada eləmir.